Bədən ki, xəstə oldu, adama deyirlər ki, bunu aparın, bu xərçəngdir. Bunun bu qabaqca nəyin dərdini çəkirdi? Pulu yox idi, kasıb idi, problemi var idi. Problemi başına daşırdı. İndi də bir yerə gəldi, yetişdi, deyirlər, bunu aparın, hörmət eləyin. O bilir ki, bu dünyada çox az ömrü qalıb. Deyir, bu müsibəti ondan şiddətlidir. Və yaxud bir xəstəliyə düçar olub ki, hey, sürüyür da bu, ayaq sürüyür, əl sürüyür. Bunu burada kəsirlər, onu orada kəsirlər. Yata-yata dəli olur, divanə olur. Deyir, bunun çətinliyi fəqirçilikdən də pisdir. Deyir, bundan da pis, bundan da çətin, daha çətin qəlbin xəstəliyidir. Birinci deyir ki, ən çətin fəqirçilikdir. Ondan çətin bədənin xəstəliyidir, ondan çətin deyir qəlbdir. Qəlb niyə? Niyə deyir qəlb həm fəqirçilikdən, həm bədənin xəstəliyindən çətindir? Niyə deyir bunu? Çünki qəlb xəstə olsa, tək özü, məsələn, biri xəstədir özü üçün. Da özüdür da, bu bədəlli özü verir. Yatır xəstədir. Amma qəlb xəstə olsa, özünün ətrafında digərlərində xarab edir. Bir adam əgər qəlbində paxıllıq varsa, xəstəçilikdir. Bu paxıllığın nəticəsində görürsən nə müsibətlər törədir.